42 yaşında reproduktiv dönəmdə olan bir pasiyentimizi cərrahi əməliyyat icra eləmişik və bizə müraciət etdiyi zaman şikayəti adət zamanı qanamaların çox olmasından, laxta şəkilli adətin görməsindəndir. Pasiyentimizi müayinə elədiyimiz zaman uşaqlıq cismində ən böyüyü 9 sm olan intramural yerləşmiş miomatoz düyünlər aşkar elədik və cərrahi əməliyyat qərarı aldıq. Onu da qeyd edim ki, cərrahi əməliyyat cavan olduğu üçün, düyün intramural subseroz yerləşdiyi üçün miomektomiya cərrahi əməliyyatı qərarı aldı və burada sizlərə çatdırmaq istədiyim nədir? Çox soruşursunuz ki, doktor, əgər mioma varsa, yalnız uşaqlığı çıxartmaqla bunun müalicə üsuludurmu? Xeyr, cavan xanımlarımızda hər bir halda uşaqlığı çıxartmaq göstəriş deyil, konservativ miomektomiya eləməklə problemi aradan qaldıra bilərik və xanımımızda da bunu icra eləmişik. 3 ədəd mioma xaric edildi və hal-hazırda xəstənin vəziyyəti yaxşıdır, stabildir. Bütün qan təhlilləri cərrahi əməliyyatdan sonra bütün qan göstəriciləri normaldır və pasiyentimizin götürülən törəmələri histoloji müayinəyə göndərilib. Histoloji müayinənin nəticəsindən sonra pasiyenti 2 aydan sonra əgər cavablar normal gəlsə, növbəti müayinəyə çağıracağıq və ehtiyac olduğu halda növbəti müalicə etapında müvafiq müalicələr təyin ediləcək. Hər kəsə sağlam olmağı arzu edirəm və miomektomiya icra elədiyimiz pasiyent haqqında sizlərə məlumat verməklə hər bir halda mioma əməliyyatlarında uşaqlığın çıxarılmasına göstəriş yoxdur demək istəyirəm.